Hə. Deməli burada dəqiqə təzə bir dənə qrup əlavə eləsəm invoice yaranacaq. Okay. Bir dəfəlik 10% əlavə elədim. Hə. Gəldi bu, düşdü, düzdür. Qəşəng. Yəqin ki, biraz vaxt aparır, gəlib düşmək. Hə. Neysə. Bura bir dənə loading əlavə edərəm. Burada gəlib düşdü. Statusu draftı. Burada tələbənin adı, user ID-si, statusu görsənir, qrupu görsənir. Burada 3 dənə halı var. Markets paid, receivable, cancel. Hər üçündə də eyni dizayndır. İndi buradan bu payment type yığışdıracağım. Sadəcə paid-də görsənsin. Payment type hal-hazırda statikdir. Backend-i hal-hazırda göndərilir. Backend-i sadəcə o reason göndərilir. Bir də statusu göndərilir. Bunu eləyəndən sonra gəlib, məsəl üçün, receivable-sa gəlib receivable çözək. Burada mən eləmişəm, artıq düşüb. Yenidən markets paid ya da cancel invoice eləyə bilər. Burada yazdığı səbəb görsənir. Yəni, başqa hansısa bir field lazımdır. Buraya əlavə edək. Bu payment konfigurasiyadır. Statikdir, yəni heç bir şey dəyişdirə bilmirsən. Bu arxiv hissəsindən göstərim. Bu arxiv hissəsidir. Sadəcə paid və cancel olandan gəlib bura düşür. Burada yenidən əgər istəsək statusunu dəyişə bilirik. Yəni market receivable eləyə bilirik ya. İstəsəz buna yığışdırırıq. Mən incoming-də necə görünüşü necədirsə arxivdə də o şəkildə elədim. Amma desəz ki, burada bu şey olmasın, dəyişdirərik. Burada arxiv bilgisi hissəsi var. Yəni burada tam olaraq nələr olmalıdır onu bilmirəm. Bunu bir dənə izah edərsiniz. Outgoing-isə gəlim. Outgoing-si İlkin bəy dedi ki, öz-özünə yaranmır. Biz yaratmarıq outgoing-si. Hə, o bu fieldlarım olacaq, ya hansı nələr olmalıdır. Onları bir dənə deyərsiniz. Create-ini də yaradaram. Amma yəni bu corpus API-də put metodu yoxdur invoice üçün. Put metodu yazılmalı. Çünki burada staff invoice var, teacher invoice var putlar üçün də, student var. Amma invoice-ın özü yoxdur. Burada teacher salary config-i çıxartmışam. Teacher-dır, payment type-ıdır, amount-ıdır. Düzdür, bu student payment konfigurasiyadan biraz fərqlidir. Bunları indi düzəldərəm. Burada da eyni şəkildə intervalı və amount olar. Amount ya discount ya da amount ikisindən biri olar da, hansı doldusa. Ay yox. Hə, bu belə olmalıdır da. 1200 qiymətidir, 10% discountudur. Hə, neysə. Bir də bu bilgi hissəsini həll eləsək, bu status dəyişib debit atmanda yazaram. Bir dənə bu əsas bu outgoing bir dənə izah edərsiniz. Bir də arşiv bilgi hissəsinə.